Salam değerli izleyiciler, ben siyasi bloger Elnur Əliyev. Bugün bir uzucu haberle rastlaşdım. Azerbaycan'ın keçmiş prokuroru, Fransa'da yaşayan hüquq müdafiəçisi Vidati İskəndərli dünyasını değişir. Dünyasını değişmeye sebep ise diktatör İlham Əliyev'e karşı tənkitlər eden ve Azerbaycan'ın demokrat ve müstəqilliyi uğrunda öz canından keçən, öz canını təhlükəyə ataraq xalqın və müstəqilliyini əldə etmək istəyən Vidadi bəy dünyasını dəyişdi. Allah rəhmət eləsin deyirəm. Ailəsinə başsağlığı verirəm. İlham Əliyev, buradan mənim sənə sözüm var. İnşallah ki Fransa Respublikası bu barədə sənin barəndə də böyük bir tədbir görər. Sən zaten kişi deyilsən, sən naxələfsən, bilirsən nəyə görə? Həmişə kişilər arxadan vurar. Sən kişi deyilsən. Ömrü boyu hər bir blogeri arxadan vurmağa çalışdın. 61 yaşlı bir insanı yataraq evinə 3 nəfəri killervi göndərib 21 bıçaq zərbəsi ilə bax onun bir həyatını məhv elədin. Allah səni bildiyi kimi eləsin. İnşallah ki bu qan yerdə qalmaz. Sen zaten bir gün gələcək Azərbaycan Respublikasından devr olub. Bax, dünya qarşısında xalqdan oğurladığın o qədər mülkləri hamısını bircə xalqın özünə qaytaracaqsan. Rədd olsun diktatör İlham Əliyev, mən buradan Azərbaycan xalqına səslənirəm. Ey mənim gözəl xalqım, ey qeyrətli xalqım, qalxın ayağa. Bakın, Avrupa'da oturup rahat danışırsınız diyenler, görürsünüz, Avrupa'da yaşayan, bak Fransa'da neçə dəfələrlə bu hadiseler baş verib. Bak o blogerlerden biri de mənəm. Zaten her bir insanın, mənə də təhdidlər gəlir, səni öldürəcəm, başımı kəsəcəm, doğrayacam, ne bileyim, aləm belə, bu belə, o elə, təhdidlər gəlir. Ama ben yine de korkmayayım, diktatör İlham Əliyevin gözlerine dimdik baxıram ve hakkımı, hüququmu yine de tələb edirəm. Sen bizi heç bir zaman qorxuza bilməzsən, sen bizi heç bir zaman, məni şəxsən öz payıma, mən özümdən danışıram, sen beni heç bir zaman bu yoldan döndürə bilməzsən. Qeyrətin olsun, vicdanın olsun, xalqın haqqını ver, hüquqlarımızı tapdalayırsan, polis rejimi, insanların haqlarını, hüquqlarını tapdalayırsan, narkotik iddiamı edirsən, həqiqi mənasında, haqq uğrunda mübarizə aparanlara hədə qorxular gəlirsən, mənə neçə dəfələrlə sən hədə qorxular gəlirsən. Sən şərəfsizsən, səndə qeyrət yoxdur, namus yoxdur, vicdan yoxdur İlham Əliyev. 3 nəfərin maskalı şəxsi evə saldırıb, bir 61 yaşlı hüquq müdafiəçisi, ağsaqqal. Bu, necə deyim sizə? Azerbaycan'ın aksakalını itirdik. Qeyrətli, namuslu, vicdanlı bir insanı itirdik. İlham Əliyev, qeyrətli insanlara baxın, ibrətmi götürmək istəyirsən? İbrət götürə bilməyib, onları aradan mı qaldırmaq istəyirsən? İnşallah bu barədə Fransa Respublikası böyük bir tədbir görər. Sizin ağlınız getməsin Fransa Respublikasındakı polislərə. Onların polisləri, Fransa Respublikası polisləri çox qeyrətli, çox namusludur. Sizin Azerbaycan polislərimizdir, vicdansızdır, şərəfsizdir, qeyrətsizdir. Bu barədə böyük bir tədbir görüləcək. Ağır olsun sənə İlham Əliyev, ağır olsun Azerbaycan xalqı. Yatmayın, qalxın ayağa, Vidadi bəyin haqlarını, hüquqlarını tələb eləyin. Blogerlərin haqlarını, hüquqlarını tələb eləyin. İmkan verməyin, bizi əzsinlər, imkan verməyin. Bax, arada mənə deyirsiniz, sən gedib oturmuşsan Avropadan danışırsan. Bax, danışmaq budur, görürsünüz, hər anım ölümdür mənimdə, hər addımım ölümdür. Zaten mənim yaşadığım ölkənin bütün polisləri mühafizə altına alıb, sağ olsunlar. Ama yenə də mən buradan deyirəm, İlham Əliyev, sən və sənin ətrafın kişi deyil, bir yaşlı bir insana, haqqını, hüququnu tələb eləyən bir insana, Azərbaycanın demokrat və müstəqilliyi uğrunda canından keçən bir insana sən qıydın.
İnşallah xalq qalxıb səni qıyar. Səni söyməyəcəm, nə də səni təhqir eləməyəcəm. Çünki mən səni söydükcə, mən səni təhqir elədikcə, sən kayf tutursan. Ey xalqım, qalx ayağa, qalx ayağa, qalx ayağa, qalx ayağa.